Sabahınız xeyirli olsun əziz Sağlam Radionun dinləyiciləri. Siz sağlam təhsildəsiz və bugün martın 11-idir. Bugün sağlam təhsildə iki maraqlı qonağımla sizi tanış edəcəm. Əslində tanışsınız onlardan. Onlardan biri Smart Education Bağçalar Şəbəkəsinin təsisçi direktoru İlgün xanım Hətəmovadır və digər artıq qonağımız da keçən dəfə bizim proqramımızda qonaq olan Sən Birsən layihəsinin təsisçisi Fəridə xanım Qulzadədir. Hər ikinizi salamlayıram. Xoş gəldiniz. Təşəkkür edirəm. Xoş gördük sizi. Yaxşısınız xanımlar. Əlayıq. Yaxşı. Siz necəsiz? İstəyirik ki, dinləyicilərimizə sizi biraz da yaxından tanıdaq. İcazənizlə, yəni Xanımdan başlayaq. İlgün xanımdan başlayaq. Smart Education Bağçalar Şəbəkəsi əslində ölkəyə deyərdim səs soraq salıb. Mənə də bir neçə məlumatlar gəlir, çatır ki, yəni sizin filiallara, daha çox bağçalara məhz valideynlər müraciət edirlər, daha çox müraciət edirlər. Bunun da yəqin ki, müəyyən bir səbəbləri var, üstünlükləri var. Ona görə istəyirəm ki, İlgün xanım sizlə yaxından tanış olaq. Əslində tutduğunuz strategiya məktəbə qədər hazırlıqla bağlı nədən ibarətdir? Niyə bu qədər məsələn valideynlər daha çox müraciətlər edirlər sizə? Qidalanma ilə bağlıdırmı? Təhlükəsiz mühitlə bağlıdırmı bu? Başlayaq. Xoş gördük. Hər kəsi salamlayıram. Yıl çərşənbəmizdə mübarək olsun deyirəm. Mən də unutdum. Həqiqəti təbrik edirəm. Təşəkkür edirəm. Düşünürəm ki, bizim şəbəkəyə müraciət ona görə çoxdur ki, hər bir şeyi bir ortamda yaratmağı bacarmışıq. 2016-cı ildən bizim şəbəkəmiz yaranıb ilk dəfə və şəbəkə ilə bərabər olaraq ilk filialım Yelencə Uşaq Bağçasını yaratmışıq. Daha sonra Suna Uşaq Bağçam olub, Minika və Piramida Lökbatan tədris mərkəzini yaratdıq biz. Bizdə məktəbə qədərdən əlavə bağça uşaqlar üçün 1 yaşdan 6 yaşa qədər qəbul var. Plus əlavəmiz məktəb sonrası bu işləyən valideynlərə dəstək olaraq məktəbdən uşaqları servis xidməti ilə götürürük, gətiririk bağçamıza. Onlarla ev tapşırıqları olunur, asudə vaxt keçirirlər bizimlə, qidalanmalarına fikir veririk. Hətta dincəlmək istəyirlərsə, yatmaq istəyirlərsə, bunlar bizdə hamısı mövcuddur. Düşünürəm əlavə bizə dil hazırlıqlarıdır, gimnastikadır, şahmatdır, musiqi dərnəkləridir, kapoeira rəqsidir. Bunlar hamısı bizdə var, üzgüçülüyümüz hətta. Bütün filiallarınızda bu var. Üzgüçülüyüm bir filialımdadır sözün düzü, amma digər sadaladığım hər bir şey digər filiallarımızın hamısında var. Lökbatanla tanışam. Hətta dediniz ki, ilk siz açdınız orada məhz özəl bağçanı, səhv etmirəmsə. Tədris mərkəzidir. Həm mini bağça var nəzdində, həm də tədris mərkəzidir. Orada hər bir şey var. Abituriyent hazırlığıdır, fən hazırlıqlarıdır, məktəbə qədərdir, dildir, kompüter hazırlığıdır. Orada daha genişdir. Orada daha genişdir, bəli. Digər hansı filiallarınız, məsələn, hansı ünvanlarda yerləşir? Yelencə Uşaq Bağçası Yeni Yasamalda, Əsəd Əhmədovda yerləşir. Suna Uşaq Bağçası Xalqlar metrosu yaxınlığındadır, İsmail Məmmədov 13. Minika Uşaq Bağçası da Faiq Rüstəmov 76-da, bu Azadlıq tərəfdə. Azadlıq, yəni demək olar ki, bir əhatə eləmisiniz. Paytaxtın bütün demək olar ki, ərazilərində bağçalarınızı görmək olar. Sizdən daha geniş danışacağıq İlgün xanım. Mən istəyirəm ki, dinləyicilərimizin də əgər sualları varsa, çünki valideynlər həmişə sağlam bir mühit axtarır, uşağını inkişaf edəcək rahat bir yer axtarır ki, həm də uşağını etibar edəcək bir yer axtarır. Bağçalardan söhbət gedir. O zaman tövsiyə edə bilərik. Əslində Smart Education Bağçalar Şəbəkəsinin bu filialların da adlarını elə belə sadalamadım. Çünki sizin yaşadığınız yerə bağlıdır. Hansını istəsə seçə bilərsiniz. Əlaqə nömrəsini İlgün xanım deyə bilər əslində indi. 050 988 3062. Mart endirimləri də artıq start verir. Mart endirimləri bəli start verib. Bizə müraciət edə bilərlər. Bir üstünlüyümüz də ondadır ki, 6 günlük iş rejimidir bizdə 8-dən axşam saat 7-yə kimi. Əla. Əlavə daya xidməti də var 7-dən sonra və körpələr üçün xidmətimiz də var. 0 yaşdan 1 yaşa qədər. O zaman uşaq anadan olandan bir 6 ay keçəndən sonra sizə etibar edə bilərlər uşaqlar. Daha tez müraciət edənlərimiz var. Hətta körpələri də. Bəli. Nə maraqlı. Yəni işləyən xanımlar üçün bu əsas əla fürsət oldu deyim sizə. Sən Birsən layihəsinin təsisçisi Fəridə xanım, sizlə də söhbəti davam etdirək. Sizdə necədir vəziyyət, işləriniz, layihəniz səs soraq salıb ölkəyə. Keçən dəfə də həqiqətən mənə çox müraciətlər oldu ki, nə maraqlı adı var, Sən Birsən. Sən birsən. Adı maraqlı, özü maraqlı, içindəki layihələrimiz hamısı maraqlı. Maraqdan da başqa əsas faydalı olmasıdır. Yəni maraq o keçici bir şeydir.
Amma faydanın, qalıcı faydanın verməsi o artıq ayrı bir səviyyədir, belə demək istəyirəm layihələrdə. Xanım danışdı, çox bəyəndim. Əslində yaxşı ki, bu gün xanımla bir yerdə qonağıq. Çünki niyə? Sən bir sənin dediyim kimi bu gün təkrarlayım ki, ana məqsədi bir insanı bilgilərindən, savadından, reallığından asılı olmadan uğura çatdırmaq. Qısa, konkret və net. Sən bilsən əmindir ki, insan özü var olan yerdə heç nəyi olmasa belə onu uğura çatdırmaq olar. Çox iddialı səslənir, əslində çox iddialı səslənir. Amma iddialı olduğu qədər çox asandır. Çox doğrudur bu. Niyə? Baxın, insanların bəziləri deyir ki, elə insan var ki, ondan heç də eləmək olmaz. Bunu necə uğura çatdıracaqsınız Fərdə xanım? Çox asan. Əgər biz bütün insanları varlıq olaraq Allahın ədalətli, sevən bir yaradılışı kimi qəbul eləsək, baxın, insanlar ədalətsiz ola bilər. Allah heç vaxt ədalət prinsipini pozmur. O bütün insanları sevərək yaradıb və onlara uğur çatması üçün nə lazımdır bütün gücləri verib. Ona mənim heç bir şübhəm yoxdur. Onu əsas götürüb yola çıxmışam. Çünki heç nədən yaratmaq bu Allaha məxsusdur. Amma var olanı çatdırmaq insanlara o problemsizdir. Ona görə də sən bilsən bunu əsas götürüb yola çıxdı. Yola çıxdığımız halda bir söz deyim sizə. İddiaları çox insanlar doğru başa düşmür. Çünki əslində iddia yaxşı bir şeydir. Sadəcə bəzi insanlar savadı olan, az olan, niyyəti təmiz olmayan o iddiaları elə boş səsləndiriblər ki, insanlar artıq nə isə doğrunu eşidəndə belə onu boş hesab eləyir. İnanın mənə ki, sənin bir neçə layihələri var. Bir insanı gücləndirəndən sonra sən onu kapitala çevirirsən. Kapitala çevirəndən sonra artıq ölkədə insan kapitalı güclənir. İnsanlar, bu bilirsiniz nədir? Bir ölkənin ən dəyərli varlığı onun insanlarıdır, onun insan kapitalıdır. Onsuz da Azərbaycan ölkə olaraq 10 milyonluq bir əhalisi var. Artıb ardı. Bəli. Belə götürək, orta götürsək. Yəni Siz onun biraz da yaxın böyük hissəsi uğura çatmayan olanda ölkə istər-istəməz istədiyi mövqeyi tuta bilmir. İstədiyi, qabaqda gördüyü. Ona görə də bu layihəmiz insan kapitalını gücləndirmək məqsədi daşıyır. Keçək mexanizmlərimizə. Necə gücləndirəcəyik? Səslənir gözəl, amma necə eləyəcəksiniz? Çox asan, çox sadə. İnsana lazım olan 3-4 nöqtəni əsas götürərək onu uğura çatdıracağıq Allahın köməkliyi ilə. Biri nədir? Bir, xanım bağçalardan danışdı. Mən o bağçanın xüsusiyyətlərindən danışdı. Çox diqqətlə qulaq asdım. Niyə? Dediniz ki, orada kompüter var. Orada əlavə dərslər var, dərsdən sonra hazırlıq var, dərnəklər var. Bəli, düzdürmü? Bütün dünyada, nəinki Azərbaycanda bir insanı sıfırdan, o uşaq deyirsiniz, uşaq mənəvi olaraq bir varlıq olaraq sıfırdır, dərk eləmir özünü, əslində bilmir. Bəli. Bəli, o sıfırdır götürək belə. O bir insanı formalaşdırmasında 4 mühüm amil var, onu formalaşdırır. 1. Bağçalardır. 2. Orta məktəbdir. 3. Universitetdir. 4 də ən vacibi ailədir. Bu 4 məqam bir insanı sıfırdan formalaşdırmasında rol oynayır. Razısınızmı məndən? Bəli. Razıyam. Çox əfsuslar olsun ki, bütün dünyada bu təzə doğulmuş, yeni yaradılmış insana bir söz deyirlər. Uğura çatmağın bir yolu var, o da savaddır. Elədir yoxsa yox? Hamı o insanı işıqlandırmaq istəyir. Təhsil. Təhsil olsa uğurlu olacaq, təhsil olsa... Təhsillə daha rahat ola bilər bəlkə. Amma bu tam doğru deyil. Bəli, təhsil vacibdir. Amma bunu ikincili çatdırmaq lazımdır o insana. Birinci o insana çatdırmaq lazımdır ki, təhsil olsa, olmasa, pul olsa, olmasa, hər nə olsa, sən var olduğun yerdə sən uğura çata bilərsən. Çünki uğuruvun açarı sənsən. Əgər ilk olaraq onu buna çatdırsaq, birincili öz gücünə inanacaq, özü uğurunun yazarı olduğunu ona çatdırsaq,
ondan sonra təhsilə keçməliyik. Məntiq olaraq. Sizə müraciət edənlər, yəni təhsildən də kənar insanlar olub? Bizə müraciətlər yoxdur. İndi nəyə görə? Çünki müraciət mexanizmimiz yoxdur. Siz çalışırsınız. Deyəcəm sizə nəyə görə yoxdur. Çünki ümumiyyətlə bu yola çıxanda insan var biraz o söz çox gözəldir. Deyir ki, think global, make local. Çox gözəl bir sözdür. Yəni böyük düşün, amma xırda-xırda elə. Mənim bir dənə, yəni özümdə bəyənmədiyim cəhətlərdən biri odur ki, böyük düşünürəm hər dəfə və ilk gündən mexanizmlərimi elə fikirləşmişəm ki, hamı bunu istifadə edə bilsin. Bir insan, o deyirsiz müraciət. Müraciət nədir? Bir insan, 2 insan, 3 insan, 4 insan, 5 insan. Bu 5-10 insan kapitalını, dövləti gücləndirə bilər, amma çox gec. Uzun vadəli bir işdir. Amma əgər sən onları işləyən bir proqrama, düstura, mexanizma salsan, o mexanizm artıq minlərcə insanı eyni o vaxtda istədiyin nəticəyə apara bilər. Yəni bir növ şəbəkə yaratmaq lazımdır. Bax, mən bu ümumiyyətlə Azərbaycanda ən bəyəndiyim layihələrdən biri asan xidmətdir. Nümunəvi bir modeldir. Çox bəyənirəm onu. Niyə bəyənirəm? İnanın, asan xidmətə bəzən gedirəm. Otururam kənarda skameykada müşahidə edirəm. O qədər mənə bir vətəndaş kimi bu mexanizm xoş gəlir. Görürəm ki, ucqar kənddən bir adam ailəsini götürüb girir. Qapıdan girənə çıxana qədər onu elə bir əlindən tuturlar. Sağa get, bunu ver, onu götür. Peçatını vururlar və o çıxır oradan, işi həll olunmuş. İlahi, iş budur. Yəni həqiqətən ad da çox uyğun, çox həqiqətən də uğurlu addır və ona görə də işdə həqiqətən çox asan olur. Bir vətəndaşa bu A-dan B-yə qədər bir yerdə xitab eləyir. Bu bax iş budur mənim üçün. Eyni də o prinsiplə bütün səndə layihələrimi belə eləmək istəyirəm ki, proqram şəklində. Hal-hazırda layihələrimizdən biri Açar Sənsəndir. Açar Sənsən nədir? Bir insana uğurun, xoşbəxtliyin, açarının onun olduğunu çatdırmaqdır. Bir şəxsiyyət kimi formalaşdırmaqdır. Bağçalardan başlamışam, bəli. 3 aylıq pilot layihəmi başlamışam. Mauqli uşaq bağçasında başlamışıq biz onu. Yəni sahibkar qadınlar çox sağ olsunlar, ümumiyyətcə insanlar, hamısı mənə təmənnasız dəstək olurlar. Minnətdarlığımı bildirirəm. Ziyafət xanımla bu yola çıxdıq. Dedim ki, Ziyafət xanım, belə bir proqram eləmək istəyirəm ki, bir insanı bilgi ilə paralel onu gücləndirmək bir şəxsiyyət kimi. Dedim, nə gözəl. Nə gözəl, gəlin. Həmən gündən 3 aydır biz o layihəni aparırıq. Layihənin içində proqrama, master klası, təlimləri, psixoloqlarla art terapiyaları, amma söhbət ondan gedir. Bu dediklərim yenilik deyil. Master klas da eləyirlər. Mən əminəm ki, xanım da eləyir, təlimin də var, psixoloq da dəvət edir. Amma fərqi bilirsiniz nədir? Orada elədiyimiz hər şeyi o insanı gücləndirmək üçün master klası eləyirəmsə, bu fərqindəlik master klasıdır. Orada uğur piçenyası bişiririk. Məsələn, bir uşağa yemək bişirərkən birinci... Mən görmüşəm o görüntüləri. Başa düşdünüzmü? Neynəsəm də orada, oynasaq da, danışsaq da, məqsəd o uşağın fərqindəlik, gücləndirmək bir şəxsiyyət kimidir. Ona görə çox maraqlı alındı. Çox gözəl, ən yadda qalıcı, çətin mövzulardan biri. Bilirsiniz nə oldu? Sevgi mövzusu. Kaş o mövzuya girməyəydim. O mövzudan bəlkə biraz sonra danışarıq, reklamlardan sonra danışarıq. İlgün xanım, ümumiyyətlə art terapiyadan siz də istifadə edirsiniz. Yəni ümumiyyətlə bu adı çəkilən, yəni bu master klasslar hamısı sizin Smart Education bağçalar şəbəkəsində də var, bildiyim qədərilə. Mən düşünürəm ki, düzdür, bir çox valideynlərimiz bizə müraciət edir. Körpə yaşdan uşağım onu öyrənsin, bunu öyrənsin, yazsın, pozsun. Hər zaman əleyhinə olmuşam. Niyə? Çünki bağça əslində tərbiyə müəssisəsidir. Və orada biz uşaqları kəşf etməliyik. Mən 30 durub uşağı məcbur edə bilərəm. Sən bunu yazmalısan, sən bunu oxumalısan. Müəllimə bunu məcbur edə bilər. Amma elə uşaq var ki, onun oxumağa, yazmağa yox. Məsələn,
rəsmə həvəsi var. Biz zamanla onun hamısını kəşf edib ortaya çıxarda bilirik. Uşaq var ki, bizdə rəqsə böyük həvəsi var. Uşaq var ki, əl işləri dediyiniz kimi, məsəl üçün master klass edirik, mətbəxə keçirlər, nəsə hazırlayırlar. Görürsən ki, bu uşağın fantaziyası nə qədər güclüdür. Bu özünü necə burada xoşbəxt hiss edir və ora peçenyanın üstünə balaca, nə bilim, belə deyim də şəriklər qoyanda nə qədər gülümsər, nə qədər xoş olur. Ki bunu o bacardı. Bəli, öz var. Bunu kəşf etmək lazımdır. Mən valideynlərimizə müraciət etmək istərəm ki, uşaqları yaşından tez böyütməsinlər. Bəli, tələbat budur. Məktəblərdə də bunu tələb edirlər ki, uşaq məktəbə gələndə hazır şəkildə gəlsin, amma müəyyən bir period. Çox üzr istəyirəm, mənim 3 övladım var. 3 övladdan biri o şəkildə mənə cavab verdi. Nə şəkildə? Yanvar ayına çatanda uşaq dedi ki, oxumuram. Mən bunların hamısını bilirəm də, öyrənmişəm bağçada. Amma uşağı vaxtından əvvəl deyirsiniz ki, bəli, öyrətmək, böyütmək olmaz. Biz danışacağıq söhbətimiz. Sağlam təhsildəsiz dostlar. Bu arada xaricdə təhsilini davam etdirmək istəyənlər və ümumiyyətlə çalışmaq istəyənlər sizə Ənd Tədris Mərkəzinin məsləhət görərdim. Azərbaycanda innovativ metodlarla beynəlxalq təhsil imkanları təqdim edəcəklər. Mərkəz beynəlxalq sertifikatlı ingilis dili kursları, riyaziyyat, İKT, müasir tədris metodları və müəllim hazırlığı proqramları ilə tanınır və ən əsas da Ənd regionda metodik təlimlərdə praktiki İKT tədrisində proqrama daxil etmiş tək beynəlxalq TEFL təlim institutu mərkəzidir. Bu bir təlimdə 2 və daha çox sahədə bilik almaq sizə imkanı verəcək. Təlimlərin sonunda da mütləq şəkildə New York baş ofisi tərəfindən təsdiq edilmiş sertifikat sizə təqdim olunacaq. Əlaqə nömrəsini deyim, qeyd edin, 050 312 13 43. Ünvan Çinar Park Biznes Mərkəzi, Instagramda var, &education. Bizim də bu arada qonaqlarımız var studiyamızda. Qonaqlarımız Smart Education Bağçalar şəbəkəsinin təsisçi direktoru İlgün Hətəmova və Sən Birsən layihəsinin təsisçisi Fəridə xanım Quluzadədir. Mən belə başa düşdüm ki, artıq burada sağlam təhsildə daha bir əməkdaşlığın demək olar ki, bünövrəsi qoyulur, təməli qoyulur. Əslində siz ilk deyilsiniz. Bir neçə dəfə belə bir hadisə yaşanıb həqiqətən də. Deməli, sizi birləşdirən çox cəhətlər oldu hal-hazırda. Həm İlgün xanım sizə, həm də Fəridə xanım sizə layihələri icra edəcəksiniz. Mən belə başa düşdüm. Düzdür. Bu layihələri Smart Education Bağçalar şəbəkəsində siz də davam etdirəcəksiniz. Deməli, bax, çox gözəl. Bilirsiniz də, təsadüflər təsadüf deyil. Onu həmişə deyirəm, deyəcəm də. Bugün bura gəlməyimin dediyim kimi, Sən Birsən layihələrdən biri Açar Sənsəndir. Bu bir proqramdır. Bir insanı bağçadan, sıfırdan elə başlayaraq uğura çatdırmaq üçün bir fərqindəlik proqramıdır. Biz ilk öncə bir 2 ay yarım, 3 ay bundan qabaq bir bağça ilə başladıq bunu. Bugün də oturdum. Sözün düzü İlgün xanımın düşüncələri, mən danışdım layihəmdən. Birinci İlgün xanımı dinlədik. Sonra mən danışdım. Dərhal ara olanda İlgün xanım dedi ki, Fəridə xanım, çox doğrudur. Sizin layihə lazımdır. Bu çox vacibdir. Çünki mən onu fikirləşmişəm. Düşünürəm ki, o lazımdır. Amma xanım o hər gün bilavasitə uşaqlarla, valideynlərlə işləyəndir. O daha dəqiq bilir ki, bu layihə lazımdır yoxsa yox. İlgün xanım, təşəkkür edirəm sizə. Çox sağ olun. Çox gözəl bir söz dediniz ki. Bir çox valideynin istəyini sanki elə bir siz oxumusunuz da. İlgün xanım gözəl bir məqamat oxundu. Mən onu dedi ki, valideynlərin istəyi ilə. Əslində İlgün xanım bir rəhbər kimi gözəl bir söz dedi. Dedi ki, bağçanın məqsədi bir uşağı kəşf etmək olmalıdır prioritet olaraq. Və mənim Açar Sənsən layihəmdə o kəşf etməyi kömək eləmək üçün yaradılır. Bu fikirlərimiz çox üst-üstə gəldi İlgün xanım. Siz nə fikirləşirsiniz? Sizcə siz praktiki bunu eləmisiniz, yaşa. Bu layihəni implementasiya eləmək nə verəcək bir bağçaya? Nə verə bilər? Bir bağçaya öncəlik. Bəyəndim. Mən bunu düşünürəm ki, öncəlik verə bilər. Hətta bu layihəni biz inşallah yaxın bir gələcəkdə valideynlərlə bir layihə düşünmüşük. Analar məktəbi olaraq. Bunu da istəyirik. İstəyirəm bu barədə biraz danışasınız bəlkə. Analar məktəbini düşünməkdə məqsədim nədir? Anaların
gənc anaların, belə deyim, indi daha çox gənc Aha. anaların övladlarına düzgün yanaşmasındadır. Çox valideynlərimiz, bəli, hamısına hörmətlə, sayğı ilə yanaşırıq biz, amma çox valideynlərimiz bilmirlər ki, hansı yaş kateqoriyasında uşağa nə şəkildə yanaşsın. Hər kəs üçün öz övladı toxunulmazdır, bir dənədir, əvəz olunmazdır. Amma burada uşaq kollektivə girəndə, bayaq dediyim kimi, hər bir uşağı biz kəşf edə bilirik və hər bir uşağın özünə məxsus xarakteri ortaya çıxanda, bəzən olur daha yaxşı, bəzən olur özünə məxsus aqressiya ilə, bəzən Fərqli olur davranışlar fərqli olur, davranışlarla. Biz bunu valideynə müraciət edəndə valideynlərin bir çoxu bizi düzgün qarşılamır. Uşaqda hansı fərqlilik biz gördükdə deyirik ki, məsəl üçün bu uşağımızda bu şəkildə yanaşmalıyıq. O uşağa məsəl üçün pedaqoq dəstəyi lazımdır, psixoloq dəstəyi lazımdır, loqoped dəstəyi Bir mənalı lazımdır. Və yaxud da ki, qarşılamalar sizin var. övladınızda biz rəqsi o qədər mükəmməl gördük ki, bunu bəlkə bir rəqs dərnəyinə, istər biz olaq, istər digər məktəblər, rəqs məktəbləri olsun, onlara yazılmalıdır. Valideynlər bunu tam fərqli şəkildə qəbul edirlər və bəzən də heç eşitməməzlikdən gəlirlər. Analar məktəbində isə bunu istəyirəm ki, bir neçə mütəxəssislərlə bir yerdə işləyək. Orada həm hüquqşünasımız olsun, həm pedaqoqumuz olsun, həm psixoloqumuz olsun. Bəlkə ana olmağa hazırlaşan xanımları da cəlb eləyəsiniz. Yəni Təbii hələ ki, bu ana var. olmayıb, amma bu mərhələdədir də. Yəni Əla fikirdir. o daha yaxşı hazırlayar onu ana Zaten olmağa. ora daxil olacaq bu. Çünki ailə idarə etməsində də bir rolumuz olsun. Ailə ilə düzgün davranışdır, yanaşmadır. Bəzən olur ki, bir belə deyim də çoxluq ailəyə düşürlər. Ana, nənə, baba. Hər kəs bilmirlər ki, nənə, baba müdaxilə edən olurlar çox vaxtı. Çünki nəvələr Bəli, onlar çox üçün əvəz şərait, olunmazdır, bəli. Valideynlər özlərini itirirlər, deyirlər ki, biz bilmirik ki, necə yanaşaq ki, nənə bir şəkildə deyir, amma biz bir cür deyirik. Biz bunlar üçün istəyirik ki, bir təlimlər keçək ki, həm nənəni, babanı incitməyək, həm də övladın tərbiyəsini axsatmayaq. Doğru. Və bu sizin layihənizdə də mən çox böyük bir müsbət gördüm ki, gənc analar özlərini kəşf edə biləcəklər. İstər iş həyatında olsun, istər analıqda olsun. İlgün xanım, bir məqam çox gözəl vurğuladınız ki, baxın, niyə görə mən deyirəm ki, həmişə hər şey kompleksdə işləməlidir. Çünki mən burada sən bir sənimlə bir insana, onu açarın uğrunun o olduğunu başa salıram. Oradan da İlgün xanım tədris proqramında bunu eləyir, amma o evlad sonunda, günün sonunda evə gedir. Bəli. Və evdə əgər valideyn ona tam əksini deyirsə, bizim işimiz boşa getdi. Nəticə olmayacaq, əlbəttə. Bu hər Çox həmişə gözəl belədir. düşünmüsünüz ki, ailəni onsuz da növbəti etaplarda sadəcə resurslarım azdır deyin, mən hər şeyi əhatə eləyə bilmirəm. Növbəti etapda mütləq ailə keçəcəydim. Yox xanım, təşəkkür edirəm bugün bir daha sizə. Çünki analarla görürsüz, bundan öncə verilişdə mən nə demişdim? Yaxşı insanlar var. Yaxşı insan insana dəstəkdir. Demişdim, deməmişdim sən. Bəli. Özdə çox inanırdınız buna. Buyurun. Əslində təkcə anaları onu belə deyək də analarla kifayətlənməyək. Valideyn dedikdə təkcə ana nəzərdə tutulmur axı. Burada gərək ataları da cəlb eləyəsiniz. Yəni bir layihənizi də məncə də Atalara məxsus edək. çünki uşaqla məşğul olan təkcə ana olmur da. Təbii Düzdür, ki. daha çox ana məşğul olur, amma qüvvə ana olduğu doğru. üçün biz analar Doğru. məktəbi düşünmüşük, amma bizdə orada atanın da özünün müəyyən bir bəli söz, Proqramda fikir, olacaq. bəli, mütləq şəkildə olmalıdır üstünlüyü. valideynlər bir-birinə dəstək olsalar, daha gözəl nəticə əldə edərlər. Çox rast gəldiyim bir nüansdır ki, ana bir sözü deyir, ata bir sözü deyir. Nənə də gəlir oradan başqa bir söz deyir. Sırf bunların hamısını idarə etmək üçün düzgün. Çünki təməl hər zaman deyirəm, bağçadan qoyulur. Mən də sağlam təməl qoymaq istəyirəm. Bəli, nə qədər uşaq erkən vaxtı Bəli. bütün bunları öyrənsə, aşılansa Bəli. ona görə də məncə də bir fərd kimi, bir şəxsiyyət kimi onu yetişdirməyə biz çalışacağıq, nail olacağıq. Təbii ki. Tədricən bu olacaq, vaxt aparacaq, amma çalışmaq lazımdır. Bax İlgün xanım, ümumiyyətcə var bir layihəni başlayanda var tez gözlədiyin nəticələri və sonradan gözlədiyin. Onsuz da sən bir səndə mən bilirəm ki, artıq o valideynidir, o gənclərdir. Bunlar uje sən bir sənə qədər artıq formalaşıblar. Artıq bir çərçivələri var. Oradan geri dönüş az olacaq. Mən artıq onu bilirəm. Amma bu gün burdan geri dönüş az olan
tərəfdən təməli doğru qoysaq və onu mexanizm kimi istifadə eləsək, inanın mənə 5, 6, 7, 10 ilə möhtəşəm bir geri dönüş olacaq, bir nəsil gələcək. Bir insanlar öz gücünə inanan, özünü tanıyan, güclü tərəflərini bilən, dəyərləri bilən. Çünki özünü tanıyan insan həm cəmiyyətə, həm ailəsinə, həm vətəninə, həm özünə faydalı olacaq bir vətəndaş olacaq. Və ən əsası da mən dini foruma qatılmışdım İlgün xanım. Niyə qatılmışdım? Çünki hər zaman dindən danışıram, nəyə görə Allahdan danışıram, bu mənim prioritetimdir. Dini foruma qatılmağımın məqsədi nə idi? Orada ümumiyyətcə dinin uşağa təbliğini maraqlandırır məni. Görün bir uşağa dünyada dini necə təbliğ edirlər. Bir nəticəyə gəldim ki, orada dinləyəndən sonra müxtəlif panelləri, ümumiyyətcə Azərbaycanda din və təhsil ayrıdır. Onlar konstitusiya olaraq qarışa bilməz. Bu tərəfdəndir. Bu bir tərəfdən də hamı mənəvi dəyərləri, ailə dəyərlərini, mentalitet dəyərlərini aşılamağı uşaqlara vacib bilir. Bəs biz bunu nə edəcəyik? Əgər dini təbliğ eləmək olmaz, təhsil ayrı, nətər olacaq? Asan, çox asan cavabı var. İnsanın özündən gedərək. Yəni bir insan, özünü tanıyan insan mütləq ki Allahını da tanıyacaq. Doğru dinini də tapacaq, mənəviyyətini də tapacaq. Yəni oradan çıxanda inanın mənə forumdan qanatlanıb çıxmışdım ki, ay Allah, tam doğru yoldayam. İnsanın özündən başlayaraq hər yerə çatmaq olar. Hər bir mənəviyyətə. Nə fikirləşirsən? Mən tamamilə razıyam. Çox vaxt ailələrdə olur, söhbət eləyirlər, dindən danışırlar. Təbliğat aparırlar, amma mən bunun heç vaxt tərəfdarı olmamışam. Bunu uşağın, gəncin özünə buraxmaq lazımdır. Yəni bəlli bir yaşa məncə də çatmalıdır, dərk eləyən vaxtın daha sonra, hə? Belə düşünürsünüz yəni, də. o yaşa çatana qədər biz onu özünü tanımağı sağlasaq. Yox, söhbət indi uşaqdan gedirsə, burada biraz dəyişir də. Özünü biz onu şəxsiyyət kimi formalaşdırsaq, onun gələcəkdə heç bir səhv yönə getməməyini sağlayacaq. Söhbətin canı odur. Din o demək deyil ki, nəsə bir təbliğat. Din o bir dəyərlər deməkdir. Əxlaqdır, tərbiyədir, bəli. Böyük kiçik yeri bilməkdir, valideynə münasibətdir. Yəni hər bir şey var orada. O humanizm psixologiyası deyilən bir şey var. Mən ümumiyyətcə dində ən bəyəndiyim tərəflər odur. Yaxınlığı, yaxında olanı, insanları sevməyi öyrədir. Bəli, xeyirxahlıqdır. Xeyirxahlığı özü də necə öyrədir? Yəni sən özünü tanımaq istəyirsənsə də yaxşılıq elə. Çünki sən ifadə elədikcə, yaxşılıq elədikcə onların geri dönüşündən özünü tanıyacaqsan. Mən bugün çıxdım, getdim, hərə öz işinə getdi. Bir müddətdən sonra deyəcəklər ki, məsələn, Samirə xanım sizdən bu sözü dedi. Samirə xanımın sözündən mən özümü tanıyacağam. Başa düşdünüz? O geri dönüşüm odur. Hər şey geri dönür sənə. Ona görə yaxşı insan olmaq lazımdır. Duyarlı olmaq lazımdır. Bu humanizm psixologiyası çox vacibdir bir insanın formalaşmasında. Sən bilirsən layihəsi ilə bağlı müraciət olunur təbii ki. Biz amma istiqamətləndirə bilmirik. Necə əlaqə saxlasınlar? Necə bu təlimlərinizə qoşulsunlar? Hər kəs mi müraciət eləyə bilər? Biraz bu haqqda da məlumat versəz, sonra mən Elgün xanıma sualımı alacağam. Hal-hazırda produktlarımızdan hazır odur ki, bir, təlimlərimiz var. Təlimlərimizin əsas fərqli cəhəti odur ki, başdan elə fikirləşmişəm ki, özünü kəşf et, güclü tərəflərini bilmək təlimlərini adi təlimçi deyə bilməz. Bilməz. Bunu deyə bilən adam mütləq psixoloq olmalıdır. Ya da psixoloji duyarlılığı yüksək olmalıdır. Çünki bu adi mövzular deyil. Bunu mən oxudum, gəldim, danışdım. Özünü tanımaq üçün bunu eləməsi elə deyil. Hər gələn insanı təlimçi hiss eləməlidir. Onun problemindən girib, çıxıb, amma çox belə neytral olaraq. Çünki özünü kəşf etmək bu asan bir şey deyil. Mən özümü 40 yaşımdan sonra kəşf etməyə başlamışam. 8 martda qadınları yığmışdım. Bir nənələr cəmiyyəti var. Ürəyimdən keçdi. Dedim ki, gəlsinlər bir ofisə, onları qonaq eləmişdim. Siz bilirsinizmi? O nənələrin danışığından mən nə başa düşdüm?
Biri çıxdı dedi ki, mən 50 yaşımda özümü kəşf etmişəm. O birisi çıxdı dedi ki, 55 yaşımda. Yəni bu adi bir mövzu deyil. Ona görə də sən bir səndə çox gözəl bir təlimçilərimiz var. Onlar sırf bu təlimləri aparırlar. Özünü kəşf et, güclü tərəflərini bil, təqdim etməyə bacar. Bu bir produktumuzdur. Hal-hazırda o var bu təlimlər. Kim müraciət eləmək istəyir, sizə müraciət eləyə bilər ya da sən bilsən deyə bilərsiniz. Sən bilsən.az Instagram səhifəsinin direktoruna yaza bilərlər. İkinci məhsulumuz saytdır. Bir insanı işə çatdırmaq üçün çox innovativ bir sayt fikirləşmişik. Gələn dəfə ondan danışaram, çünki mövzu genişdir. Saytımız hal-hazırda test mərhələsindədir. İnşallah ki, bir ay ərzində artıq onda istifadəyə verəcəyik ki, o saytda bütün insanlar biliklərindən, təcrübəsindən asılı olmayaraq biz onları ən gözəl formatda iş həyatına göstərəcəyik. Onları tanıdacağıq. Məqsədimiz budur. Əməkdaşlıq bir növ təklif edirsiniz. Yox, orada bir formatlar fikirləşmişik yeni. Gələn dəfə onu danışacağam sizə. Məqsəd budur. Onu çatdıracağıq. İnşallah uğurlar sizə. Təşəkkürlər. Mən bilirəm ki, layihələriniz çoxdur. Açar bir səni hətta bu gün qeyd Açar etdik. sənsən. Açar sənsən. Bəli. İstəyərdim İlgün xanım sizdən soruşum. Sizdə də psixoloqlar fərqli seçilir. Yəni hansı kriteriyalarına görə? Baxın, yaxşı bir məqama toxundu əslində Fəridə xanım. Siz necə ümumiyyətlə pedaqoqlarınızı, təlimçilərinizi seçirsiniz, psixoloqlarınızı seçirsiniz? Psixoloqları seçəndə hökmən bir psixoloq mənimlə iştirak edir o seçimdə. Təhsil və təcrübə. Buna çox önəm verirəm. Amma digər pedaqoqların seçimində keçən səfər danışığımda da mən demişdim ki, insani keyfiyyət. İnsani keyfiyyət olduqda təbii ki, təhsil böyük rol oynayır, amma ki, zaten onları belə deyim də özüm öyrədirəm. Mən də işləyən bütün pedaqoqları siz çalışdırırsınız. Bəli, özüm öyrədirəm, öz proqramımdan çalışıram ki, bağçalarda tətbiq olunsun. Biraz fərqliliyi sevən insanam. Nə bilim, o ölkə, bu ölkə, oradan götürürəm, buradan götürürəm. Özümüzün oxuyub öyrəndiyimiz bu günə qədər hamısını belə sintez edərək fərqli bir proqram çıxardıram ortaya. Çünki fərqlilik hər zaman gözəldir. Hər zaman da diqqətdə qalır. Pedaqoqlarda ən belə deyim, diqqət etdiyim insani keyfiyyətdir. O insani keyfiyyət olarsa, oradakı körpələrimizə yaxşı ana da olacaqlar, yaxşı bacı da olacaqlar, yaxşı pedaqoq da olacaqlar. Sizcə hal-hazırda bu məktəbə qədər hazırlıq müəssisələrində, yəni uşaq bağçalarında nə çatışmır? Məktəbə qədər hazırlıq müəssisələrində çatışmayan qəşəng sualdır. Yəni bəlkə də beyin olur müəyyən mənada onun üzərində işləyirsiniz ki, bax bu yoxdur. Amma mən bunu edəcəyəm. Əslində düşündüklərimin hamısını həyata keçirmişəm. Hələ ki düşündüklərimi belə deyək, həyata keçirmişəm mən öz müəssisələrimdə. Bayaq da onu dedim ki, fərqliliyimiz ondadır. Hər bir xidmət bir ortamdadır, valideyni yormayaraqdan. Psixoloq xidməti var. Bu təkcə məktəbə qədər hazırlıq müəssisəsi deyil, həm də tədris mərkəzi. Tədris, bəli. Genişdir, siz abituriyent də hazırlayırsınız. Bəli, bəli. Neçənci sinifdən qəbul edirsiniz bu abituriyentləri? 9, 10? 9-10. Kifayət eləyir 9-cu sinifdən. Hətta mən bir fərqliliyimizi onu da deyim sizə ki, bağçalarda bax bu yoxdur, onu inşallah ki, yaxın bir zamanda özüm artıq yazmağa başlamışam. Özüm də 3 kitab müəllifiyəm. İndi test kitab üzərində işləyirəm, bağçalarda sınaq imtahanları. Bu bağçalarda olmayıb, bunu etmək çox istəyirəm. Məktəbə yola salmaq üçün 3-6 yaş. 3-6 yaş. Bəli, 3-4 yaşlı məsəl üçün bir məktəbə qrup hazırlayır. olur. Bəli, 3-4 yaşlı orta qrup gedir bizdə. Onlarda təbii ki, oxuma olmadığı üçün müəllimənin iştirakı ilə, göstərməyi ilə onlar test kitabları olacaq qabaqlarında. Məntiqi suallar, onlar işarə edərək onları cavablandıracaqlar. Şəkillər əsasında necə art terapiya kimi. Və məktəbə qədər uşaqlarımızın da test imtahanları, sınaq imtahanları daha doğrusu olacaq hökmən. Yəni şifahi, mən belə başa düşdüm. Məktəbə qədər qruplarda yox, şifahi olmayacaq, yazılı olacaq. Amma 3 yaşdan 6 yaşa, 5 yaşa qədər orada şifahi olacaq. Bu bağçalarımızda yoxdur. Bunda inşallah ilkini artıq başlamışam. Bu testləri tətbiq etməyə.
həyata keçirəcəm. Əslində açıqladınız. Yəni Bəli. bunu mən artıq başlayıram. Hardasa həqiqətən nümunə götürmək istəyənlər götürə bilərlər. Hardasa Niyə də olmasın? Niyə də olmasın? Əsas olaraq məqsədimiz uşaqların inkişafıdır. Bəli. Smart Education bağçalar şəbəkəsi ilə necə əlaqə saxlaya bilərlər? Dinləyicilərimiz bütün filiallarla bağlı bir nömrə deyə bilərsiniz. Bəli. Əlaqə üçün deyin zəhmət 050 olmasa. 988 30 62. Bir daha təkrar edin. 050 988 30 62. Fəridə xanımla söhbətimizi davam etdirək. Fəridə xanım, ümumiyyətlə təhsillə bağlı da layihəniz də var. Bəli, təhsillə bağlı da layihəmiz var. Bu dediyim Açar Sənsən layihəsini bağçadan başlamışıq. Bundan sonra inşallah ki məktəblərə keçəcəyik. Ondan sonra universitetlərə. Çünki bu 3 yaş qrupu insanlara yanaşmalar hamısı fərqli olmalıdır. Məqsəd eynidir. Yanaşmalar fərqli olacaq. Məktəbdə çox gözəl bir məqama toxundunuz. Bu Açar Sənsəni mən həmişə açıqlayanda hamı bir sual verir. Yaxşı, sizin proqram yaxşıdır, amma müəllimlər? Hamı bu suala toxunur. Çox doğru bir nöqtədir əslində. Çünki vəhdət hər yerdə olmalıdır. Proqramın əgər sən insanı həvəsləndirirsən, amma müəllim onu nə çatdıra bilmir ya da özü həvəssizdir, özü neqativdir, effekt olmayacaq. Ona görə fikirləşmişəm ki, ümumiyyətcə elə bax çox gözəl bir yanaşmadır ki, bir təlimlər başlayacağıq. O təlimlərə sırf müəllimləri o təlimdən keçirdib proqramın təbliğinə başlayacağam mən. Çünki təbliğ eləyən müəllim proqram qədər önəmlidir. Bu bir. İkincisi, tamam bunu elədiniz, nə qədər davam eləyəcək? Paralel olaraq fikirləşirəm ki, bizim təhsil müəssisələrimiz var, harda ki pedaqoqlar yetişdirilir. Ora müraciət eləmək istəyirəm. 2-ci kursdan tələbələri bizim Açar Sənsən layihəyə könüllü kimi implementasiya eləmək istəyirəm. Həm təlim keçəcəklər, həm birbaşa layihəyə girəcəklər praktika. Çünki siz bilirsiniz ki, bütün Azərbaycanda təhsil müəssisələrində ən çatışmayan cəhət praktikadır. Sırf praktika. Və burada həm mən o universitetlərə bu yetişdiriləcək, gələcəyin müəllimlərini praktik iş həyatına qatacağam. Həm də onları bir istədiyimiz müəllim formatında yerləşdirəcəyik. Necə fikirləşirsiniz? Yaxşı olarmı? Yəni yetişdirəcəksiniz əlbəttə ki. Məqsəd budur. Məqsəd budur. Reklamlardan sonra söhbətimizi davam etdirək. Çünki bir neçə məqam da var, onlara da toxunarıq. Hər iki qonağımızın özünün fərqli fikirləri var bununla bağlı. O zaman reklamları dinləsinlər dinləyicilərimiz, daha sonra sağlam təhsil davam edəcək öz axarı ilə. Axı mən sizə demişdim, ən son hitlər hamısı 93 FM-də Sağlam Radioda səslənir və bu gün də proqramımız var idi. Sağlam təhsil, hansı ki saat 11-12 aralığında yayımlanır və hər kəsə buradan təhsil sahəsində çalışan ekspertlərə, müəllimlərə, pedaqoqlara müraciət edirik. Əgər proqramımızda iştirak etmək istəyirsinizsə, eyni zamanda məktəbə qədər hazırlıq müəssisələrinin rəhbərlərinə, tədris müəssisələrinin rəhbərlərinə müraciət edirik. Proqramımızda çıxış etmək istəsəz, buyurun əlaqə saxlayın, müraciət edin və biz bugünkü kimi həmişəki kimi faydalı olmağa çalışırıq. Təhsil sahəsində yeniliklərə imza atmağa çalışırıq. Nə yeniliklər varsa, nə layihələr varsa, demək olar ki, hamısının bir növrəsi demək olar burada qoyulur və bu gün də mən çox şad oldum ki, vəsilə oldum hardasa bu əməkdaşlığın qoyulmasına, yaranmasına. Sonda nə demək istəyirsinizsə, buyurun söz sizdədir İlgün xanım. Valideynlərimizə bəlkə özəl bir sözünüz var. Bayramla əlaqədar başa düşdüm. Dediniz ki, mart endirimləri dediniz 30%-dir əgər kimsə müraciət etsə, amma radionu dinləyib gəlsələr o zaman 20% endirim edirsiniz. Radionu dinləyib gələnlər 30%, ümumilikdə 20%-də endirim. Əla. Bax bu kampaniyadan da yararlanmağa çalışmaq lazımdır. Əraziyə görə filiallar var. Piramidası da var, Minikası da var, Yelləncəyi də var, Sunası da var. Hətta tədris mərkəzləri də var. Yəni fəaliyyət göstərirlər. Buyurun müraciət edin. Düşünürəm ki, sağlam təhsil, əyləncə və qayğı istəyənlər bizlərə müraciət edə bilərlər. Təşəkkür edirik. Fəridə xanımın sözü. Fəridə xanım. Son sözüm o olsun ki, bugün ümumiyyətcə fikirləşirəm ki, sən səndə hamımız birləşə bilərik. Bax, onu bugün tam əmin oldum ki, dövlət sektoru, qeyri-dövlət sektoru, adi insan, vətəndaş fərqi yoxdur. Biz bir məqsəd üçün birləşsək,
həmrəyliyin gücünü hiss etmək istəyən sən bir sənə qoşulsun. Bunu deyirəm mən. Çünki həmrəyliyin gücü varsa da, həmrəylik varsa da, orada olmayacaq heç bir hədəf ola bilməz. Birlik olan yerdə bəli. Bəli. Bütün çətinliklərin öhdəsində də gəlmək. Hansı ki biz bunun şahid olduq 44 günlük vətən müharibəsində. Tam doğru, tam doğru. Gəlin biz dövlətimiz üçün, torpağımız üçün, insanımız üçün həmrəy olaq. Hamını sən bir sənə dəvət eləyirəm. Eyni düşüncədə olan insanları gəlsinlər birləşək, həmrəy olaq. Məncə də. Bu layihədən məncə də faydalanmaq lazımdır. Təklif olunan bütün mövzularla bağlı Fəridə xanım biraz sevgidən danışmaq istədi. Əslində unutduq, amma onu saxlayaq gələn dəfə. O böyük mövzudur, o dəryadır. Onu qoyaq növbəti verilişə. O dəryadır, bəli. O zaman biz gələn dəfəyə saxlayaq inşallah. İlgün xanım sizə təşəkkür edirik. Mən bilirəm ki, bağçanızda xarici dildə öyrədirsiniz. Bəli, ingilis dili, alman dilidir. Bunlar hamısı tədris olunur bağçalarımızda. Və xarici dil öyrənmək istəyən valideynlər uşaqlarla bağlı arzuları varsa, buyursunlar müraciət etsinlər. Məhz bu bağçalar şəbəkəsinə, Smart Education bağçalar şəbəkəsinə söhbət gedir. Amma bu arada World Career Peşə Mərkəzdə var ki, xarici dilləri məsələn bir iş yerlərində də tədris edirlər, müəllimlər evlərə təyin edirlər. O fürsətdən də yararlanmaq məncə də olar. Endirimlərdən də yararlanın. Dil biliklərinizi inkişaf etdirin və yeni imkanlara bir növ qapı açın. 055 674 72 30 WhatsApp nömrəsinə yazın, əlaqə saxlayın. İstənilən xarici dil öyrənməyə cəhd göstərin, çalışın. Bugün də qonaqlarımız var idi. Qonaqlı Qaralı idi bugün Sağlam Təhsil Smart Education bağçalar şəbəkəsinin təsisçi direktoru İlgün Hətəmova və Sən Birsən layihəsinin təsisçisi Fəridə xanım Quluzadə idi. Bugün bizim qonağımız. Bir daha yel çəşəməniz mübarək xanımlar. Biz də təbrik edirik. Sağ olun. Təşəkkürlər.